Salam əziz analar, əziz bacılar, əziz tədbir iştirakçıları. Bugün bizim yiğit qəhrəmanımız İmanov Zahir qardaşımızın şəhid olduğu gündür. Və tədbirimizə başlamamışdan öncə mən istərdim bizim Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda öz şirin canlarına keçən əziz şəhid qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edin. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, Azərbaycanımızın o qanlı qadalı günlərində öz şirin canını, ana bacısını düşünməyən yiğit qəhrəmanımız Zahir qardaşımız silaha sarılıb Azərbaycanın qanlı qadalı günlərində Azərbaycan xalqına, bizə dayaq olmağa gedir. Və mən həmişə demişəm, orada onların silahı olmadan, onların heç bir qüvvəsi olmadan, onlar tankın üstünə avtomatla gedən, bax, oğullarımızdır hər biri. Və bu günlərim biz onun əziz xatirəsini həmişə yad edirik. Çünki onlar Azərbaycanın ordusunun yaranmasında öz qüvvəsini, öz gücünü o vaxtı göstərdilər və Azərbaycan ordusunun yaranışını təmin elədilər. Və bu günlərim tədbirimizdə Zəngşalı kənd icra nümayəndəsi iştirak eləyir, o cümlədən bələdiyyəsi iştirak eləyir və həmişə qürurla adını çəkdiyimiz Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim kollektivi ilə iştirak eləyir. Qaradağlı kənd klubunun işçiləri, mədəniyyət işçiləri burada iştirak eləyir. O cümlədən bizim həmişə onu hər bir Azərbaycan atasına qürurla həmişə örnək çəkdiyimiz Müşfiq Abbasovun anası, qardaşı bu günlərim iştirak eləyir. Və həmişə şəhidlərimizə öz şeirləri ilə, öz qələmi ilə bizim şəhidlərimizə şeirlər ithaf eləyən bizim Adil müəllim, gözəl şairimiz Adil müəllim iştirak eləyir. Və bu günlərim bu oğulların başladığı işi sonlandıran, son nöqtəni qoyan bizim şəhid analarımız var ki, onlar bu günlərim burada iştirak eləyirlər. Şəhid atamız iştirak eləyir. Bizim həmişə deyirəm, 1-ci Qarabağ müharibəsindəki olan qəhrəman oğullarımız olmasaydı, biz 2-ci Vətən müharibəsini Allah bilir hardan başlamışdıq. Heç bəlkə də biz yox idik. Azərbaycan kimisə əsarəti altındaydı. Amma bu günlərim biz qürurla şəhidlərimizin ad günün, anım günün və bizim Qarabağımızın o gözəl diyarı gedib ziyarət edirik. Bəli, Zahir qardaşımızın bugün timsalında bütün şəhidlərimizin ruhu şaddır. Niyə? Çünki 1905-ci ildən üzübəri olan torpaqlarımız hamısı azad olunur. Və bizim prezidentimiz də 2003-cü ildə prezident seçiləndə demişdi, müharibə yolu ilə alsam mənim Zəngəzurum var, mənim İrəvanım var, mənim Göyçəm var. İndi həmin söhbətlər öz yerini alacaq. Biz bütövləşmiş Azərbaycan olacağıq. Kimin sayəsində? Bax, bu oğulların sayəsində. Allah şəhidimizin məqamını uca eləsin. Mən şəhidimizin anasına, bacılarına başsağlığı verirəm. Və mən sözü kənd icra nümayəndəsinə verirəm. Onu da qeyd edeyim ki, bu günlərim qəbul günü olduğuna görə günlərim Şəhid ailələrinin İşləri üzrə şöbə müdürü müəyyən səbəbdən də tədbirə görə iştirak eləmir, amma
icra nümayəndəsi başçımızın başlığını sizə çatdıracaq. Buyurun. Çox sağ olun, qurbanlar. Bugün şəhidimiz İmanov Zahir Xudaroğlu'nun anım günüdür. Mən də Ağdam rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun adından, həm də öz adımdan Zahir qardaşımıza Allahdan rəhmət diləyirəm. O cümlədən Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər bizim başımızın tacıdır. Onların ruhları qarşısında baş əyirəm. Əziz qala, Allah sizə səbir versin. Allah Zahir qardaşımıza rəhmət eləsin. Sizin qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Sağ olun. Allah cəmi şəhidlərə rəhmət eləsin. Sağ olun. Və bugün bizim bayaq qeyd elədim, şairimiz Vəliəddin Adil burada iştirak eləyir. Zahir qardaşımıza bir şeir də həsr eləyik. Mən istərdim ki, elə Adil müəllimə söz verim. Mən də salamlayıram bütün bugün bu tədbirdə iştirak edənlərin hamısını. Çünki hamının burada gəldiyi heç vaxtı şəhidə fərq qoyulmadan həmişə hamımız doğma balamız qədər əziz tutmuşuq və şəhidlərin də hər zaman adlarını uca tutmaq üçün ən müqəddəs, ən gözəl sözlər axtarmışıq. Heç olmasa sözlə də olsa onlara öz belə dəyərimizi, qiymətimizi verək və mən vaxtınızı çox almamaq üçün elə dünən ona yazdığım necə ki şəhidlər canlarını verdilər ki biz yaşayaq, biz də onları yaşatmalıyıq. Vətənin yolunda canını qoydun, gedin azad olsun yağıdan yurdun, göstərsin gücünü müzəffər ordun, vurğun edin sən vətənə, ay Zaur. Atılıb döyüşə, atılıb oda, qorudun torpağı, vermədin yada. Sən qeyrət rəmzisən bu gözəl yurda, dua edir hamı sənə, ay Zaur. Yaşayırsan qəhrəman tək ürəkdə, yaşayırsan hər arzu, hər diləkdə. Səni əziz tutur, göydə mələk də, məqamın da çox ucadır, ay Zaur. Allah dərgahında ən uca zirvə, vətəni qoruyan şəhidlər durur. Bu torpaq uğrunda sən öldün deyə, məkanın cənnətdir sənin, ay Zaur. Köçdün bu dünyadan bir qəhrəman tək. Hər adın gələndə gözümüz dolur. Can verib sən bizi yaşatdığın tək, biz də səni yaşadırıq, ay Zaur. Biz də səni yaşadırıq, ay Zaur. Allah rəhmət eləsin. Sağ olun. Və bu kəndin oğlu olan və həmişə ürəyi bizim şəhidlərimizlə döyünən və həmişə muzeydə bütün şəhidlərimizə fərq qoymadan onların tədbirlərini keçirən və o şəhidlərimiz haqqında bizim rayonumuza gələn qonaqlar, muzeyə gələn ziyarətçilərə məlumat verən bizim Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin qəhrəman oğlu Sahib müəllimə söz vermək istəyirəm. Çox sağ olay qurmaq. Mən ilk öncə bütün tədbir iştirakçıların, şəhid analarımızı, şəhid ataların, şəhid qardaşlarım, şəhid bacılarım və mədəniyyət işçilərimizi Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin bütün kollektiv adına salamlayıram. Bəli, bizim üçün bu günlərim qürurlu bir gündür. Ona görə qürurlu gündür ki, bizim vətən torpağının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan bir insanın, bir şəhidimizin, İmanov Zahirun bu günlərim anım günüdür. Biz bura fəxrlə, qürurla toplaşmışıq. Ona görə ki, bugün Azərbaycan ərazisində, doğma Qarabağımızda dalğalanan o bayraqları bu şəhidlərimizin sayəsində, bunların çiyinlərində, Azərbaycan ordusunun quruculuğunda, bunların qəhrəmanlığı sayəsində bu torpaqlar artıq azaddır. Bizim aramızda şəhidimiz, qəhrəmanımız Abbasov Müşfiqin hər zaman qürura xatırladığımız Müşfiqin anası burada iştirak edir. Şəhidimiz Zaurun anası Əziz ana burada iştirak edir. Və Rahib Məmmədov'un Döyüş Şöhrət Muzeyinin kollektivi burada iştirak edir. Onların arasında Rahib Məmmədov'un bacısı da var. Və hər zaman mədəniyyət işçiləri olaraq Qaradağlı Şəhid Mədəniyyət Evinin kollektivi bütün şəhid anım tədbirlərini yaxından iştirakçıları olublar və bütün tədbirlərdə yaxından hər zaman iştirak edirlər. Və bələdiyyəmiz var, bizim Zəngəzur bələdiyyəmiz. Mən öz minnətdarımı bildirirəm.
Kamal müəllim öz minnətdarımı bildirirəm ki, bizim ərazidə baş verən bütün yenidən qurma, quruculuq işlərində yaxından iştirak edir və nəzərinizə çatdırım ki, artıq bizim 98 nəfər Böyük Vətən müharibəsi iştirakçı Zəngçalı Mahrızı kəndlərinin, kəndinin sakinlərinin, dədə-babalarımızın xatirəsinə inşa olunan 1975-ci ildə abidənin artıq bu günlərim yenidən qurma işləri orada davam edir və həmən abidədə bizim Zəngçalı Mahrızı kəndimizin şəhidlərinin bütün hamısının orada istər mülki şəhidlərimizin, istər vətən uğrunda canından keçən şəhidlərimizin orada həm qara mərmər üzərində şəkilləri və onlar haqqında da məlumatlar qoyulacaq. Və artıq bu böyük bir addımdır. Kəndin gözəl bir yerində yerləşir və bu gənc nəsli vətənpərvər ruhunda səsləyir. Və nəzərinizə çatdırım ki, Raif Məmmədov adına Döyüş Şərəfi Muzeyində bizim qəhrəman şəhidlərimizin eksponatları toplanır, saxlanılır və onların arasında bizim qəhrəmanımız Zaurun da eksponatları var ki, bizim bələdçimiz muzeyə gələn bütün ziyarətçilərə, gənc nəslin nümayəndələrinə qəhrəmanımızın keçdiyi bütün həyat və yolundan, onun qısa qəhrəmanlıq həyat yolundan hər zaman danışır, hər zaman yad olunur və muzeyə gələn bütün çəkilişlərdə biz çalışırıq ki, orada olan şəhidlərimizin hamısının haqqında məlumatlar olsun. Və bu günlərin bizim bir qəhrəman şəhidimizin atası Göyşov Mehman da burada iştirak edir. O hər zaman bütün rayonda gedən tədbirlərdə yaxından həmən onun iştirakçısıdır və Hasan Xalidin anası Maya xanım da buradadır. Və hər birinizə mən öz dərin minnətdarımı bildirirəm və Qormaz qardaşımıza, Elnur qardaşımıza operator olaraq, Qormaz'a aparıcı olaraq dərin minnətdarımızı bildirir ki, bizim rayonda bütün gedən hər vətənpərvər ruhda olan tədbirlər hamısında yaxından iştirakçıdırlar. Hər birinizə öz dərin minnətdarımızı bildiririk. Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Məkanı hər zaman cənnət olsun. Yüksələn bayraqlarımız bu şəhidlərimizin sayəsində və əziz ananın əllərindən öpürük. Ona səbir diləyirik, Allah can sağlığı versin. Allah sizdən razı olsun. Allah səninkinə də rəhmət eyləsin. Allah zəli şəhidləri Artıq Müşfiq qardaşımız arzusunda olduğu torpaqdadır. Allah sizə can sağlığı versin. Bəli, biz bu günlərin bu tədbirin keçirilməsində çox böyük zəhməti olan, həmişə onun adını yaşatmaq üçün, hansı ki Zəngşalı Mədəniyyət Evinin adı bizim Zaur qardaşımızın adınadır. Orada öz büdcələri hesabına, öz gücləri hesabına oranı cənnətə çevirən və bu tədbirimizin təşkilatçılığın öz çiyninə götürən bizim əziz qardaşımız, əziz dostumuz Fikrət müəllimə mən istəyirəm söz verim. Çünki Fikrət müəllimin zəhməti, o cümlədən hansı ki o mədəniyyət evində iştirak edən və orada işləyən bizim bacımızın zəhmətidir ki, bu günlərim o müəssisə gözəl fəaliyyət göstərir və həmişə də rayonda keçirilən tədbirlərdə ən öndə gedən bir mədəniyyət evidir. Buyurun, Fikrət müəllim. Qorxudan çox sağ olun və eləcə də bugün bizimlə bərabər şəhidimizin bugünkü qeyd olunan günündə bizimlə bərabər olan insanlar hər birinizə Zaur Məmmədov adına Mədəniyyət Evinin kollektivi adından, öz şəxsimdən hər birinizə təşəkkür edirəm. Əyilib öpərəm ana torpağı, qoynunda ölümsüz oğullar yatır. Və bir də başım çatmaz ucaldığım zirvəyə, ayağına baş əyərəm şəhidim. Bizim sol tərəfimizdə Zaur İmanovun Dayısı oğlunun məzarıdır, şəhiddir. Sağ tərəfimizdə Zaurun atasıdır. Allah Qəni hər birinə rəhmət eləsin. Vətəndaşlarımıza hamısı açıq, ürəyindən anlatıq gəzir. Burada çoxluq şəhid ailələri. Amma mən vurub zədə bilmirəm ki, siz uzunluğun şəhid qardaşı, bütün torpağını işğal edəcək. analar iştirak edir. 44 günə. Hər birinizin qarşınızda baş əyirəm. Biz şəhid adına hər kəsin bir miskal da olsa, hörməti varsa, biz onların hər birinin qarşısında baş əyirik.
Azərbaycan xalqının bugünkü şəhidlərini yad etmək üçün belə mərasimlərə yığışmağı şəhid övladlarımız, şəhid qəhrəmanlarımız bugün bu azadlığı bizə bəxş edir. Onların qanını alan qazilərə hər zaman can sağlığı arzulayırıq və qazilərimizin də qanını alan və bayraqlarımızı dalğalandıran Müzəffər ordumuza, Ali Baş komandanımıza təşəkkür edirik. Var olsun Azərbaycan xalqı, var olsun Azərbaycan xalqının birliyi, var olsun prezidentimiz, var olsun Ali Baş komandanımız, xalqımız, millətimiz, hər birimiz var olun. Bizim hər bir şəhid adına, hər bir qazi adına, hər bir qəhrəmanımızı canlandırmaq, yaşatmaq borcumuzdur. Şəhidlik səssiz dərsdir. Keçilməyən səssiz dərsdir. İllərdən illərə, əsrlərdən əsrlərə bir miras olaraq yaşayacaqdır. Şəhidlik zülmətdə, istər gün işığında, ən çətin anlarda yol açan, yanan şamdır, çıraqdır. Onlar əbədi Azərbaycan xalqına əbədi yanan çıraq, şam, nur bəxş ediblər. Ruhları şad olsun. Allah sizlərdən razı olsun ki, bugün bu tədbirdə bizimlə bərabərsiniz. Mən eləcə də mənim də haqqım çatırır ki, həmin mədəniyyət Ev işçilərimizə yəssin sən də. Bəli. Ev yəssin. Sizə təşəkkür edirəm. O təşəkkürü sizə çatdırıram və minnətdaram hər birinizə ayrı-ayrılıqda şəxsinizə ki, bugün bizimlə bərabərsiniz. Allah sizlərdən razı olsun. Sağ ol. Allah gəlin rəhmət edin. Sağ ol. Və mən istərdim ki, bu elin oğlu və həmişə bayaq Sahib müəllim də çox gözəl söz dedi. Kənddə aparılan o quruculuq, abadlıq işlərində öz zəhməti də olan, mən istərdim ki, bələdiyyə sədrimiz həm də Zahir Ümanov ailəsinin ən yaxından tanıyan bir insan kimi gözəl bələdiyyə sədrimiz Mirsiyah müəllimə söz verir. Çox sağ olun. Allah sağ qardaşımıza rəhmət eləsin. Onun ailəsinə, valideynlərinə başsağlığı verirəm. Təbii ki, biz bugün görülən yeni aparılan işlərimiz hamısı bunların sayəsində. Bunların qanı bağısındadır. Qurulan işlərimiz. Allah hamısına rəhmət eləsin. Təbii ki, biz bu ailəmizi yaxından tanıyırıq. Zahir'in uşaqlıq dövrü hamımızın gözü qabağındadır. Həqiqətən də çox qorxmaz, mərd uşaq. Bu cavan yaşların elə keçirmiş bir oğlan idi. Təbii ki, bayaq da dediniz, heç nəyi nəzərə almadan silaha sarılıb birbaşa döyüşə gedən oğlan olur. Allah buna rəhmət eləsin. Az qala, Allah sizə də can sağlığı versin. Neynəmək olar? Daha indi qismət budur, yazın qisməti budur. Yazıya fazla yoxdur. Bəli. Allah rəhmət eləsin. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Və bugün bizim tədbirimizdə Ağdam rayonunda fəaliyyət göstərən Mərkəzləşmiş Kitabxana Sisteminin kollektivi də bu günlərin iştirak edirlər. Mən sözü bizim 1-ci Qarabağ müharibəsində öz canparasını, öz sirdaşını, öz qardaşını itirən və 2-ci Qarabağ müharibəsində öz oğlunu vətənə qurban verən Mehman əmiyə mən sözü vermək istəyirəm. Buyurun Mehman əmi. Mən də şəhidə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, əzizlərinə Allahdan səbir diləyirəm. Biz elə bir incimizi itirmişik ki, vətən yolunda, azadlığımız yolunda, analarımızın, bacılarımızın qeyrəti namusu uğrunda. Hərdən təsəlli olur, bunların o namusumuzu, qeyrətimizi qorumağı, torpağımızı şadan azad etməyi. Hərdən də bir bala kimi, evlat kimi bizi birdən də yandırır. Yəni bunu deməklə mən öz hisslərimi bildirirəm. Birdən elə olur ki, mən də
balam üçün ağlayıram, dura bilmirəm, ürəyim dözmür. Amma çox vaxtı da təsəlli tapıram ki, bunlar namusumuzu qorudu, qeyrətimizi qorudu, torpağımızı azad elədi. Bizim alnımıza olan o ləkəni, o töhməti bunlar sildilər, götürdülər, təmizlədilər. Mən özüm də bu kəndin müdafiəsində durmuşam, çəlik postunda durmuşam. 93-cü illərin axırında, Ağdamdan, Şalondan sonra. Çəlik postunda durmuşam. Burada bölük komandiri, tam komandiri olmuşam. Biz də döyüşdük, vuruşduq, əziyyət çəkdik. Əlimizdə nə gəri elədik. Amma o vaxt biraz səriştəsizlik oldu, biraz pərən oldu, biraz silahımız yaxşı olmadı, komandan olmadı yaxşı, ali komandan olmadı, baş komandan uduzduq. Amma şükür Allaha ki, bizim bu şəhidlərin yetirmələri, qardaş oğulları, qardaşları, bacısı oğlanları torpaqlarımız işğaldan azad elədi. Bizi ürəyimiz sakit oldu. Bizim prezidentimiz də hara gedirsə ürəklə gedir. Hər kəsin üzünə dik baxır. Bütün ölkələrdə hamısı bizə baş əyir. Heç bir ölkədə də, Rusiyada, başqa dövlətlərdə vətəndaşlarımız da hamısı açıq ürəklə anlatsıq gəzir. Fəxrlə gəzir. Yəni o mənfurə bizə deyə bilmir ki, siz uduzdunuz, biz sizin torpağını işğal elədik. 44 günə, 4 ilə alınan əraziləri 44 günə apardılar, tökdülər çəmənliyi, Mahrazdan üstündən, Laçından ötürə tökdülər, qovdular. Alıb bütün şəhərlərimizə rəhmət eləsin. Mən özüm də Birinci Qarabağ müharibəsinin qardaşının şəhidiyəm. Yəni mənim hər iki müharibədə şəhidim var. Mənim əmim də şəhiddir, mənim nənəm də şəhiddir, mülki şəhid olurlar. İndən sonra bizə o qalır ki, vətənimizi tikəyin, qurağın, yaradağın, bir də şəhidlərimizdən fəxr edəyək, balalarımızla. Allah bütün analara, atalara səbir versin. Sizin evladınızın avariyada ölmədi, nəyəsə bir pis işlərin qurşanıb ölmədi, sizin evladınız baş uzalımız üçün getdi. Mən bütün şəhidlərlə fəxr edirəm. Allah hamısına rəhmət eləsin. Çox sağ olun, mən dinlədiyiniz üçün. Dalğalanır Qarabağda bugün Zəfər bayramı. Heç vaxt yerdə qalmadı axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun Zavruma, Şamilimə, Qarabağ artıq azaddır. Ruhunuz şad olsun qardaş. Həmişə bizim xalqımızın qəhrəmanı olan Xanə əmi həmişə danışanda deyirdi, mən həyatımı Şamilə borçluyam. Və bu günlərim onların ruhları şaddır ki, artıq Qarabağımız azaddır. Müşfiq qardaşımızın və onun qardaşın artıq Gülahlı kəndində dəfn olundu. Artıq hər birinin ruhu şaddır. Çünki o Qarabağımız çiçəklənir. Üzü gülür Qarabağın. Axır ki, bizim şagirdlərimiz, tələbələrimiz Xankəndində, Stepanakertdə yox, Xankəndində universitetdə oxuyurlar. Bəli, Qarabağımız çiçəklənir, dövlətimiz var olsun. Dövlətimiz var olsun. Və mən həm hava istidir, həm də tədbirimiz bizim mədəniyyət evində davam edəcək. Amma mən istərdim ki, ailə adından mən bizim o aslanın erkəyi dişisi olmur. Mən Ayda bacıma söz vermək istəyirəm. Qürurlu bacıma. Həmişə necə deyərlər, qardaşının yolun bir həzər dəyanətdir. Bir bacımıza söz vermək istəyirəm. Sağ olun, teşekkür ederim. Geldiğiniz için, əziyyət çəkdiyiniz için hər birinizə teşekkür ederim. Heç bir əziyyət yox. Hamımızın borcumuz. Başımızın tacıdır. O
tək sənin başının tacı yox, bütün Azərbaycanın başının tacıdır. Siz də bizim, Kəşki mümkün olaydı. bəli, Hər bir bacı, hər bir ana. Mən tək öz adımdan demirəm. Bəlkə də burada hamının adından olar bu söz. Hər bir ana, hər bir bacı, hər bir qardaş istəyərdi ki, mümkün olardı. Bunların əvəzindən öz canlarını qurban verərdilər. Mənim də imkanım olsa öz canımı verərdim. Amma bacılar üçün, vətən üçün canım qoyub, başımıza tac olub. Ömrümüzün axırına qədər başımızın tacıdır. Ömrümüzün axırına qədər. Bunsuz yaşayış, onsuz yaşayış deyil. Bizim yaşayışımız yalandan yaşamaqdır. Amma yenə də fəxr eləyirik ki, vətən üçün canım verir. Fəxr eləyirik ki, o şəhid adına hər bir kəs yüksələ bilməz. O zirvəyə hər bir kəs çata bilməz. Hər bir vəzifəni almaq olar. Amma o şərəfi, o vəzifəni Allah Taala'dan başqa heç kim qismət eləyə bilməz. Mənim də qardaşım o ada yüksəlibsə, o şərəfli adı çiyninə götürübsə, mənim üçün də o şərəfi başı dik daşımaq həmişə borcumdur. Sağ olun. Allah rəhmət Gəldiyiniz üçün sağ olun. və onu da qeyd edeyim ki, sən bu günlərim bizim İmamqulu bəyli qəsəbə tam orta məktəbində bədən tərbiyə müəllimi kimi bir fəaliyyət göstərsən, sən orada yeni zaurlar yetirirsən. Hansı ki, qəhrəmanlar yetirirsən. O məktəbdən idman dərsində, idmandan yarışa gedən uşaqlarımız neçə qalibiyyətlər qazanıbdır. O da sənin uğurundur. Necə ki, qardaşın bizim Azərbaycanımızın adını yüksəltdi. Azərbaycanımızı qorudu. Öz canını qurban verdi. Sən də yeni igid qəhrəman yetirən bizim Azərbaycanımızın bir gözəl bir igid qəhrəman bacısıdır. Allah sizlərə can sağlığı versin. Şərəflə qoruyun, həmişəki kimi. Həmişə də başınızı dik tutun. Çünki siz qəhrəman bacısısınız. Qəhrəman anasısınız. Hər birinizə aiddir bu. Biz o gün Ağdamda tədbir keçiriləndə orada qeyd elədik. Heç bir ata Azərbaycanın bütün bölgəsindən əlinizi qatlayın deyin ki, hansısa bir evdən iki oğlu ilə birlikdə gedib müharibəyə. Hansısa bir atanı göstərin deyin ki, o oğlunun cənazəsinə gəlməyib. Amma Ağdamlılarda belə atalar çox. Həmişə də Müşfiq Abbasovu örnək götürmüşük. Yaqub Rızayevi örnək götürmüşük. Belə bizim atalarımız olub ki, oğlunun cənazəsinə gəlməyib. İki oğlu ilə birlikdə, hansı ki Peyğəmbərimiz bizim oğlun qurban kəsildi. Bizim Müşfiq qardaşımız da öz oğlun vətənə qurban verirdi, özü ilə birlikdə. Və ona görə də Ağdamlılar qəhrəmandılar və qəhrəman rayondur. Hər bir kəndin qapısını açırsan hamısında qazi da var, şəhid ailəsi də var. Hər birində elə bir ailə yoxdur ki, orada yaralı olmaz. Mən hər birinizə başsağlığı verirəm. Hər birinizə Allahdan səbir diləyirəm. Allah canınızı sağ eləsin. Bizim hər birimizin borcumuzdur. Sizi mən o məktəbdə görəndə həqiqətən mən ürəkləndim. Və oradakı o kollektivə dedim ki, şəhid bacısıdır. Elə eləyin ki, burada bir dənə onun xətrinə deyirlər ki, o bizim baş tacımızdır. Nə danışsan sən? Allah sizlərə səbir versin bacı. Nə vaxt? Həmişə Azərbaycan xalqı, biz sizin arxanızdayıq. Və tədbirimiz Mədəniyyət evində, Zahir qardaşımızın adını daşıyan Mədəniyyət evində çay ehsan süfrəsi ilə davam edəcək. Buyur. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne zelnahu fi leylat. Ve hakkı Muhammedin ve ali ve bi hürmeti suretil Fatiha ma'as-salavat. Allahümme Vətənpərvər qardaşımız var ki, həmişə onu baxıram ki, Mahrızlı kəndində və yaxud hansısa bir şəhid plakatının yanından gedəndə onu silir və oranın qarşısını təmizləyir. Mən düzü onu tanımırdım. Amma sonra Sahib müəllimdən soruşdum, dedi ki, o da şəhid qardaşıdır.
Mən istəyirəm ki, Çingiz qardaşımız buyursun bura. Pərvər oğul kimi. Vətənpərvərlik bilirsiniz, şəhidə dəyər verən insandır və vətənin sevən oğludur. Buyur. Allah şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun. Allah yerdə qalanlarına dəyməsin. Vəliyyəddin Adil Ağdanlı şəhidlər şeiri var. Sizə qurban olum adlı şeiridir. Düz 30 il ayrı düşdüm elimdən, düşmədi bir anda vətən dilimdən. Azad olduq düşmənlərin felindən, götürüldü üstündən qəmim kədərim. Sizə qurban ey şəhidlərim. Bağban olub bağa həyat gətirdiniz, səhralarda çiçək güllər bitirdiniz. Doğma ilə xoş günləri yetirdiniz. Döndü gülə yazar çölüm çəmənim, sizə qurban ey şəhidlərim. Sizə minnətdarıq, sizə hər zaman. Yurda şirin canı, verdiniz qurban. Qovduz düşməni siz Qarabağdan. Çağladı qurmuş qulağım mənim, sizə qurban ey şəhidlərim. Görmüşəm fələyin hər cür oyunu. Talandı torpağım, dağıldı yurdum. Bir ali komandan, bir də ki ordum. Astı könlüm həm adını, həm eləyin, sizə qurban ey şəhidlərim. Bəli, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allahdan qazilərimizə can sağlığı, Allah ordumuzu qorusun və Allah şəhid analarını, atalarını qorusun. Sağ ol Çingiz. Sənin də Allah canını sağ eləsin. Sən ki, belə hara gedirsən, Ağdama gedirsən, o cümlədən Füzuliyə gedirsən, hər bir bölgəyə gedirsən, hansıdakı şəhid şəkili görür, bizim bu qardaşımız, mən yəni onu dərindən tanımırdım. Sonra mən tanış oldum, Sahib müəllimlə birlikdə onun o kompleksin qabağını təmizləyəndə. Təşəkkür edirəm sənə. Sırağayında Tozda çəkiliş elədi. Birinci, ikinci, üçüncü Qarabağ müharibəsi. Allah köməyin olsun. Allah sizdən razı olsun. İndi buyurun ziyarət eləyək. Gel. Allah canımızı selamet eylesin. Sağ canla yaşayın, hoş günler yaşayın. Allah tebessüs günleri hiç de kısmet eylesin. Narahat olmayın. Onlar elə günə qoydular. Biz günü bizə göstərməyə onların ixtiyarı olsun. Narahat olma. Sağlasın, canlasın balaları, sənətlər dedi. Allah o yolda hiç kesin balasını öldürmesin. Amin. Çok bilmez. Gəlməliyik. Gəlməliyik. Belki de yanılmışam ezelden.